Bugünden itibaren yalnız Amerika birinci olacak. America first. Donald Trump. Dünyada onun kadar hakkında danışılan çok az siyasetçi tapılar. Kimilerine göre o müasir dövrdə global problemlerin əsas mənbəyidir. Kimilerine göre ise Amerika Birleşmiş Ştatlarına ve onun təsir dairəsində olan regionlara sabitlik ve təhlükəsizlik gətirəcək qətiyyətli bir liderdir. 2017 yılın yanvarında prezident andı içib vəzifəsinin icrasına başladığı gündən verdiği qərarlara nəzər saldıqda, onun haqqında həm tərif, həm də tənqid dolu fikirlərin niyə bu qədər asan səsləndirildiyini anlamaq mümkündür. Ancaq gəlin bu dəfə məsələyə emosiyalarla yox, fərqli bir prizmadan baxaq. Mediada dolaşan şişirdilmiş şüarlar və siyasi ritorika əvəzinə obyektiv tarixi analiz bizə nə deyə bilər? Buna fokuslanaq. Bugün Donald Trump'ın verdiği əsas qərarları tək-tək araşdıracaq və onların arxasında duran səbəbləri anlamağa çalışacaq. Onu sevmək və ya sevməmək, dəstəkləmək və ya tənqid etmək önəmli deyil. Məqsədimiz Trump'ı bir ABŞ prezidenti kimi ölkəsinə və dünyaya necə təsir etdiyini başa düşməkdir. Bunun üçün çox uzağa getməyə ehtiyac yoxdur. 27 yanvar 2017 yıl Ağ Ev prezidentin masasının üzərində bir sənəd var. Üzərində sadəcə bir rəqəm yazılıb, 1369. Bu adi bir prezident sərəncamının nömrəsi kimi görünsə də, əslində ABŞ tarixində mühüm dəyişikliklərin başlanğıc nöqtəsi idi. Bu sərəncam zərərli xarici şəxslərin ABŞ-a girişinin qarşısının alınması adlanırdı və əsas məqsədi əhalisinin böyük hissəsi müsəlman olan bəzi ölkələrdən gələn şəxslərin ölkəyə girişini 90 gün müddətinə dayandırmaq idi. Trump bu qərarın səbəbini belə izah edirdi. Dövlət qurumları bu şəxslərin ABŞ-a hansı məqsədlə gəldiyini tam aydınlaşdırana qədər risk almamaq lazımdır. Onun sözlərinə görə bu addım radikal İslam terrorçularını Amerikadan uzaq tutmaq üçün atılmışdı. Bu sərəncam Trump'ın prezident kimi verdiyi ilk böyük və ən çox səs-küy doğuran qərarlardan biri oldu. ABŞ tarixən migrantlar ölkəsi kimi tanınmışdı. Hətta Körfəz müharibəsi, İraq savaşı, İsrail-Fələstin qarşıdurması kimi gərgin dövrlərdə belə ABŞ açıq şəkildə dini və ya etnik əsaslı mövqe sərgiləməkdən çəkinmişdi. Respublikaçılar da, demokratlar da illər boyu ABŞ-ın bütün inanc və etnik qruplara bərabər məsafədə dayanması prinsipini qorumağa çalışmışdılar. İndi isə Trump milli təhlükəsizlik və Amerika maraqları adı altında bu xətti qırırdı. Bu qərarın arxasında hüquqi əsas da var idi. ABŞ federal qanunlarının 212-ci maddəsi prezidentə uyğun görmədiyi ölkələrdən gələn şəxslərin girişini məhdudlaşdırmaq səlahiyyəti verirdi. O dövrdə Suriyada və ümumiyyətlə yaxın şərqdə davam edən müharibələr, terror təşkilatlarının fəaliyyəti Trump üçün əsas arqument idi. Onun məsləhətçiləri Stephen Miller və xüsusilə Steve Bannon bu qərarın siyasi baxımdan da faydalı olacağını düşünürdülər. Bannona görə Trump qlobal reaksiyalara yox, öz seçmeninə güvən verməli idi. Yəni dünya nə deyirsə desin, əsas olan Amerika seçicisinin öz prezidentini güclü lider kimi görməsi idi. Qərar beynəlxalq səviyyədə tənqid edilsə də, Trump'ın elektoratı tərəfindən alqışlandı. Beləliklə Trump ilk gündən dünyaya açıq mesaj verdi. Bundan sonra ABŞ əvvəlki kimi qlobal balansı yox, öz birbaşa maraqlarını prioritet sayacaqdı. Lakin bu sərt addımların bir də gizli nəticəsi vardı. Trump'ın davranışları ABŞ-ın ən güclü qurumlarından birinin FBI-in diqqətini çəkdi. Sual sadə idi. Rusiya ABŞ seçkilərinə müdaxilə edibmi? Trump'ın Putin haqqında müsbət danışması, Krımın ilhaqına görə Rusiyaya təzyiqləri mənasız adlandırması şübhələri artırmışdı. Üstəlik, Demokrat Partiyanın serverlərinin Rus hakerlər tərəfindən ələ keçirilməsi məsələni daha da ciddiləşdirdi. 2017 yılın martında FBI direktoru James Comey, Konqresdə rəsmi istintaq aparıldığını elan etdi. Trump isə may ayında Comeyni vəzifədən uzaqlaşdırdı. Bu addım istintaqı dayandırmadı, əksinə daha da dərinləşdirdi. Robert Mueller xüsusi prokuror təyin edildi. 2 il ərzində 34 yüksək vəzifəli şəxs araşdırıldı. Nəticə belə oldu. Rusiya Trump'ın qələbəsini öz xeyrinə görmüş və dolayı yolla dəstək vermişdi, lakin Trump'ın bununla bağlı birbaşa məlumatı sübut olunmadı. Bu proses Trump'ın Rusiya siyasətinə də ciddi təsir göstərdi. Obama dövründə Rusiyaya qarşı sanksiyalar sərtləşdirilmişdi. Trump isə bu yanaşmanı dəyişdi. Ona görə Rusiya düşmən deyil, lazım gələrsə tərəfdaş ola bilərdi.
ABŞ artıq bütün qərb dünyasının təhlükəsizliyini təmin etmək məcburiyyətində değildi. ABŞ yalnız özünü və seçdiyi az sayda müttəfiqi qoruyacaqdı. Bu məntiq America First ideologiyasının əsasını təşkil edirdi. Çox tərəfli qlobal sazişlər əvəzinə iki tərəfli və birbaşa faydaya əsaslanan münasibətlər qurulmalı idi. Bunun nəticəsi olaraq Trump ABŞ-ı Paris İqlim Sazişindən çıxardı, İranla nüvə razılaşmasını ləğv etdi, BMT İnsan Hüquqları Şurasından ayrıldı və orta mənzilli nüvə silahları haqqında müqaviləni pozdu. Bütün bu addımların arxasında eyni düşüncə dayanırdı. Heç bir beynəlxalq razılaşma Amerikanın imkanlarını məhdudlaşdırmamalıdır. ABŞ-ın qlobal liderlik rolu ikinci plana keçir. Əsas olan iqtisadi və siyasi qazanc olurdu. Bu siyasət nəticəsində NATO-ya inam azaldı, dövlətlər ABŞ-dan asılı olmadan alternativ ittifaqlar axtarmağa başladılar. Qloballaşma zəifləyir, yerini regional və iki tərəfli münasibətlər alırdı. Trump'ın 2024'də yenidən prezident seçilməsi isə bu xəttin qalıcı olduğunu göstərdi. İsrail-Fələstin münaqişəsində açıq şəkildə İsrail tərəfini saxladı, İran hədəflərinə əməliyyatlar həyata keçirdi, Venezuelada Maduro rejiminə qarşı birbaşa hərbi müdaxilə təşkil etdi. Bütün bu əməliyyatların ortaq nöqtəsi vardı. ABŞ-a iqtisadi və strateji üstünlük qazandırmaq. Trump'ın siyasəti yaxşıdırmı, pisdirmi? Bu ayrı müzakirə mövzusudur. Ancaq bir həqiqət dəyişmir. O, ABŞ-ın son 70 ildə formalaşmış qlobal rolunu kökündən dəyişən nadir liderlərdən biridir. Və bu dəyişiklik hələ uzun illər dünya siyasətinə təsir etməyə davam edəcək.